Bugün xitazan məhsulu haqqında vacib bilinməsi gərəkənlərdən danışacağıq. Xitazan məhsulu tərkibində xitin olan qırmızı ayaq dəniz xərçənginin zirəhindən hazırlanan möhtəşəm bir qida əlavəsidir. TN şirkətinin təmizləyici qrupuna aiddir. Bu məhsulu istifadə edən şəxslərdə mədə-bağırsaq problemi, qaraciyər piylənməsi, öd yollarında hər hansı bir problem ola bilməz. Nəyə görə? Çünki güclü təmizləyici özəlliyi var. Orqanizmdən bütün ziyanlı maddələri çıxartmaq və damarları, mədə-bağırsağı bərpa etmə özəlliyi var. Dəri əmələ gətirmə özəlliyi ilə çaplıqlarda, kəsiklərdə, təzə yanmış dəridə möhtəşəm effekt verən profilaktik həm də bərpa edici bir vasitədir. Kimlər bunu düzgün istifadə etmir? Biraz da ondan danışaq. Əgər xitazanı aşırı dərəcədə mədə ağrılarında, xorada, yarada, reflux kimi xəstəliklərdə bir dənə qutu istifadə edib onu bərpa edəcəyinizi düşünürsünüzsə, yanılırsınız. Çünki bu məhsul tam təbii qida əlavəsidir və kimyəvi tərkibi olmayan dərman deyil. Yəni bu tam təbii tərkibli bir vasitədir. Əgər siz xitazan məhsulunu artıq əldə etmisinizsə və yaxud şiddətli ağrılarda ağrı kəsici kimi düşünürsünüzsə, məhsul sizə bir qutu ilə o effekti verməyə bilər. Çünki orqanizmdə gedən proses artıq ciddiləşmiş durumdadır və siz onu yalnız bir məhsuldan 100 kapsuldan 25 gün ərzində istifadə edib o effekti ala bilmərsiniz. Əgər mədənizdə artıq problem ciddiləşibsə, onu Tibet proqramı ilə düzgün şəkildə aradan qaldırmaq üçün kurs istifadə etməlisiniz. Əgər profilaktik, mədədə sadə səpkilər, yaralar varsa, onu bərpa etmək istəyirsinizsə, xitazanı mütəmadi istifadə edib bu nəticəni əldə edə bilərsiniz. Əgər bu məlumatlar sənə də faydalı oldusa, səhifəmi izləyib digər məhsullar haqqında da ətraflı məlumat əldə edə bilərsən.